İnsanları xaricdə işə düzəltmək adı altında dələduzluq edərək aldadan şəxslər saxlanılıblar. Nəsimi rayon polis idarəsi 22-ci polis şöbəsinin keçirdiyi tədbirlə bu əməldə şübhəli bilinən 26 yaşlı Yusif Abdullayev və 24 yaşlı Emil Malayev saxlanılıblar. Müəyyən edilib ki, saxlanılan şəxslər Nəsimi rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində ofis icarəyə götürərək xaricdə iş elanları verməyə başlayıblar. Onlar zərər çəkənləri Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Avropa ölkələrində müxtəlif vəzifələrdə işlə təmin edəcəkləri vədini verərək aldadıblar. Abdullayev və Malayev bu yolla 20-dən çox zərər çəkənin müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçiriblər. Faktlarla bağlı Nəsimi rayon polis idarəsində dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, Yusif Abdullayev oktyabrın 18-i milyonların şou verilişində iştirak edib və 8000 manat pul mükafatı qazanıb.